Salam, hər vaxtın xeyir olsun. Cəmi 2 dəqiqəni ayırmaqla tarixi bizimlə təkrar edək. Bugünkü mövzumuz Şirvanşahlar dövlətidir. Ərəb xilafəti zəiflədikdən sonra Azərbaycanda yaranan ilk feodal dövlətidir. 861-ci ildə yaradılmışdır. 1538-ci ilə qədər mövcud olur. Məzyədlər sülaləsi tərəfindən yaradılır. Kim yaratmışdı? Heysam ibn Xalid 861-ci ildə. Paytaxtları 3 paytaxtda olur. Şirvan, Şamaxı, Bakı. İllərinə qədər yada saxlamaq lazımdır. 861-də Şirvan, 918-də Şamaxı, 1192-ci ildə Şamaxıda zəlzələ olur və paytaxt Bakıya köçürülür. Heysam ibn Xalidin varisləri dövründə Şirvanda taxıl saxlamaq üçün anbarlar tikilir. Onu qeyd etməmişəm, sadəcə deyirəm. Və ərazilər genişləndirilir. 917-948-ci ildə Əbu Tahirin hakimiyyət illəridir və Əbu Tahirin dövrünə aid 2 mühüm hadisə yanında saxlamaq lazımdır. O, paytaxtı Şirvandan Şamaxıya köçürdür 918-ci ildə. Bir də əraziləri şimalda Dərbənd, cənubda Köçənə qədər genişləndirir. Digər varislər dövründə 980-ci illərdə, 10-cu əsrin 80-ci illərində Qəbələ, Bərdə, Şabran, Şəki, Tabasaran, Sənariyə, bunları qeyd etməmişəm. Dərbənd 988-ci ildə Şirvanşahlar dövlətinə birləşdirilir və Dərbənd səddi təmir olunur. Ən uzun ömürlü feodal dövləti hansıdır? Şirvanşahlar dövlətidir. İndi yazdıqlarımı qısa sual-cavab formasında soruşun. Şirvanşahlar dövləti nə vaxt yaradıldı? Nə vaxt süqut etdi? İlk hökmdarı kim idi? İlk paytaxtı, ikinci paytaxt, üçüncü paytaxt illəri ilə bərabər. Əbu Tahirin hakimiyyət illəri, Əbu Tahirin dövrünə aid 2 mühüm hadisə, 10-cu əsrin 80-ci illərdə Şirvanşahlar dövlətinə birləşdirilən ərazilər və Dərbənd səddi təmir olundu qeyd etdik. Lakin siz deyəcəksiniz, Dərbənd səddi nə vaxt inşa olunmuşdu və kimlər tərəfindən, kimlərin hücumlarının qarşısını almaq üçün?